Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Milli Hidrometeorologiya Xidməti oktyabrın 8-də gözlənilən hava şəraitini açıqlayıb. Yeni Sabah az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə tiskinli yağış yağacağı ehtimalı var, gecə və səhər duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında tiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.